Yəqin ki, bu Naran Xanqayı tanıyırsınız. Rus Kore xalqın nümayəndəsidir. Yəni Rusiya Koreyidir. Mən buna bilirsiniz, bu ermənilərdən danışanda bu alçağa ha deyirəm ki, ay bir çıxmır da bunun duxu çatmır axı çıxsın. Bunlar kişidirlər, çıxa bilərlər. Buna deyirəm ki, sənin bacın Kim Çin Koreyanın prezidenti zorlayır aparır qızlarınızı. Bunun bacısını da aparıb. Sonra qohumlarını. Bax bu Naran Xanqayın. Buna deyirəm ki, get, sənin problemin var da, sən ermənində nə işin var? Ay kişi, sənin bacı, milləti, qızlarınızı aparıb zorlayır Kim Çin. Gedib ondan məşğul olmaqdan. Gəlib Azərbaycanla, erməni, Rusla məşğul olur. İndi bu adama nə deyəsən? Ümumiyyətlə, nə qədər heyvan adam olasan, nə qədər deməli xoruz olasan ki, sənin bacıyı Kim Çin aparır, başçısını, anasını, nə bilim, o qohumun əqrəbasını, bu gəlib ermənidən danışır, gedib Kim Çinlə danışmaqdan. Ki, niyə xalqımızı, qızlarımızı aparıb zorlursan, niyə bacımızı zorluyursan, buna çatmır. Buna mən deyirəm ki, Movses Xorinaçi var, Daşdent var, Xaçik Daşdent, Rafi Samvel, Yegişə Challenge, get gör nə deyib ermənidən. Erməni ümumiyyətlə xalqı iblisdən olandır, fahişədən olandır, oğrudur, satqındır, qorxaqdır. Onun bunun malını oğruyub özünə yosur. Gedib Qara dənizin altına giriblər 80-ci ildə. Qara dənizin altında vadalazlar, erməni vadalazları girib, orada daşların üstündə daşıyırlar, xaç koyurlar və neçə dənə elən ki, bir daşlar suyun altına qoyublar və düzəldib qoyublar. Və orada da dənizin altındakı, Qara dənizin altında daşın üstünə başlayıblar işləməyə, orada vagonda ilə neymişlər, xaç. Bunu da Ruslar təsadüfən görüblər, tutublar ki, ermənilər Qara dənizi istəyir, Veliki Armeniya desinlər, Xəzərdən deməli o Sredizemno more, Çorno more, Kaspiyski more, Atmore da more. Başa düşdünüz? Bu da ermənilər dənizin altında tutublar. İndi bu yetimçə deyir ki, 11-ci əsrdə gəliblər, Bakını alıblar türklər, ermənilərdən. Bu nə qədər dərxəy adamdır ki, bu bütün dünya millət deyir ki, ay kişi, 150 il öncə baxın, ay yetimçə, yetim, sənin arvadınla problemin var, getginən bunlarla da, bunlar gözləyir də, bunlarla get görüşginə də. Bu yetim kişi sevir. Gedin, bir-birinizlə görüşün. İndi bu insan, bax bu monetanı görüb Ruslar moneta buraxıb da, yəni deməli 150 il öncə erməniləri köçürdüblər Qafqaza. Qafqaza köçürdüblər 150 il öncə. Hindistan ermənilərini, qaraçıları Azərbaycana köçürdüblər. Ay kişi, bu elə belə medalyon axır buraxmaca, Rus dəli deyil ki. Ermənilər də orada daş qoymuşdu, Əsgəranda deyəsən, 1978-də qoymuşlar, 88-də götürdülər. 150 il öncə, yəni bu bir yaddaş daşıdır və puldur. Hanı bu? Bunu soruşmur. Ay alçaq, ay insan, o nə bilim kimdən olubsan. Bunları gözün kördür, bax, oxu yenə, 150 лет. Переселение армян на Qafqaz, fərqləri proçi. Rusça yazıb da özlər. Qarabağa köçürdüblər. Bu necə olur? Bakı erməninin olur. Ay düşür, ha? Deyir ki, Bakını, deməli, ermənilər 20-ci ildə yaxşı. Gəldilər, bu yetimşələr də. Bunlar bu vəziyyətdə gəlib da, ay alçaq. Ay yetimçə, gəlib bu vəziyyətdə Bakıya
tollada işləyirmiş. Sonra aparıb növətdə qoyub növət işdə pul qazan. Pul qazanlı adam olublar. Orada bina tikir, deyək ki, nə bilim Atatürk'ün tumanını tikirmiş, Atatürk'ün naskisini giydirilmiş və bütün dünyaya yazırlar ki, biz hər şey eləmişik. Türkiyəni də tikmişik, Azərbaycanı tikmişik. Ya, burada nə var? Hər bir insan gələndə Türk deyib ki, gəl, yaşa ginən, yarad ginən. Amma bu xalqlar gəlirlər, yaşayırlar, sonra deyirlər, bura bizimdir. Bax, bu Türk'ün çörəyinin deyir, duzu yoxdur da. Kim gəlir, yaşayır, o deyir, bura bizimdir. İndi bu yetimçələr, baxın, bu vəziyyətdə gələn adam, bax, bunlar ruslardır da, gəlirlər. Bunlara əl tutublar, hamam, iylənmiş. İrəvan şəhərində bunlardan iz gəlir də, morraçılıq, hayır. Hişumək, Həzərinlər Ksantiv, Hoder Galis, ara Zukarani ne qarişner. Girib tualetdə bunlar əlləri ilə yazırlar. Bax, bunlar da. Bunlar Moskvada yazırmışlar. Olimpiyada vaxtı tutublar. Olimpiyada 80-ci illərdə ki, tualetdə ruslar əlinlə yazır. Ermənilər İrəvanda tualetə girmək olur da, ictimai tualetə girirsən, bütün çəkiblər. Zdесь был Xaçik. Burada Xaçik olur, burada Ruben olubdu, Gevorg olubdu. Bax, belə, bu iylənmiş xalq gəlib, indi bugün deyir ki, Bakını biz tikmişik. Belə, bunları bütün dünyaya, mən yenə də deyirəm, oxuyun, görün, kimlərdir bunlar? Vardabedovdur, Basmancan tarixçi, Tumanyan, Abegyan akademik. Biz hardansa heç bilmirik, hardan gəlmişik. Biz oğru mundar xalqı. Bunu deyir Basmancan, bunu Rafi Samvel, İşxanyan, tarixçi. Bir oxumayın, görün. Prezident Rusiyanın deyir ki, biz bunlara Azərbaycanı işğal elədik, 4 yerə böldük. Farsı gətdik, Dağıstanı aldıq, Dərbəndə aldıq. Bütün Azərbaycan torpaqlarıdır. Putin deyir. Gürcüstan verdik Gürcüyə, İrəvanı verdik Erməniyə. Yəni bunu 1830'da Putin etiraf edir. Sonra da Pyotr demək ki, bunlar xoruzdardır, ermənilər xoruzdardılar, amma bizə lazımdılar. Bunu Pyotr deyirmiş. Deyir, они продажные петушки, но они нужны нам. Görürsünüz, Türkiyə qarşı da Şiə Sünnini də o istifadə edib, Pyotr. Şiə Sünni də gəlib Vatikandan, bilirsiniz, heç kəs, hamı deyir, bilirik. Nəyi bilirsiniz? Bu müsəlmandan gəlməyib. Ərəbdən də gəlməyib o Şiə, nə Türkdən. Bunu Vatikan düşünüb, onu yaradıblar. Açıqlayırlar, yəni görün nələr açıqlanacaq hamısı. Görün burada nə qədər alimləri, yenə deyirəm, kim erməni haqqında danışır, adını çəkdiyim, bax, bütün dünyanın alimləri, akademik, James Fraser 1922, Evetski 1855, August von Hackenhausen 1857, August von Hackenhausen 1857, İlya Çavşavadze 1902, Alexander Cuma 1832, Karl Marx, Friedrich Engels 1800, Samuel Weems, Graf de Chalier, Georg Aslan, Polkovnik Grizno, General Adishelidze, jurnalist Jean Uvenet, Fyodor Shiglov, Kavertyev, Alexander Pushkin, Mayakovsky, Lev Tolstoy, İmparator Alexander III, İmparator Nikolay II, Pyotr I və aktyorlar dünyanın 1960-cı illərindən deməli Robert De Niro, Alain Delon 69-cu ildə ən yaxın dostu Charles Aznavour 24 aprel 69-cu ildə siz ermənilər 21-ci əsrin düşmanısınız. 21-ci əsrin Şuma 21 veka. Alain Delon deyir Charles Aznavour. Nə qədər bunun
Sonra aktyorlardan Sylvester Stallone'dir, Bruce Willis'tir, Van Damme, bu aktyorlar ermənilər, Robert De Niro da, yəni dedim, ən mundar, ən satqın, ən alçaq və ən qorxulu bir millətdir. Hansı ki, arxadan zərər vurur. Bax, qorxusu odur. Üzüyə gülür və çörəyi yeri haçansa, erməni ilə dostluq eləmək, erməninin dostluğu o vaxta candır ki, zaman gəldi arxadan vursun. Bugün, bax, görürsünüz, Ermənistan dostluğa qol çəkir, neynir, nə zibil edir. Bir şərtlə yatıb, yuxuda, gecə gündüz o fikirləşəcək ki, haçan zərbəni vurum. Yəni bunu ermənidən danışan, danışmasın. Danışırsansa, birinci bu bütün bu dünyanın alimlərini oxuyun. Erməni alimlərini oxuyun. Ermənilər öz ermənilərindən yazır. Yəni bu xoruza, bu alçağa deyirəm, Naranxanqa. Сначала изучай армянских писателей, что писали про армян, а потом мировые ученые, что сказали про армян. Весь мир говорят, нет плохого народа, есть плохие люди. Нет. Pis, xarab millət, xalq var. Bəlkə içində yaşayır. Bunu dünya deyir, mən demirəm. Deyir ki, pis xalq olmur deyirlər. Pis adam olur. Bunlarsa deyir ki, pis xalq ermənidir. Pis xalqın haqqında yüzlərlə dünyanın alimləri danışır. Bu qədər.